Demək belə, artıq bir neçə gündür İrana qarşı Amerika və İsrail birgə hücuma başlayıb və hücum nəticəsində ilk öncə bunu demək istəyirəm. Baxın, dünyaya demokratiya nağılı danışan, insanlıq nağılı danışan, qadın haqları nağılı danışan Amerikanın İrandakı ilk hədəfi Tehranda yerləşən qızlar məktəbi oldu. Siz təsəvvürsünüzmü? Hansı ki, illərdən də Amerika şüvəni salıb ki, İranda qadın haqları yoxdur, aynı bilim insan haqları yoxdur, qadın haqları yoxdur. Və İranda ilk hədəfi qızlar məktəbi oldu və rəsmi rəqəmlərə görə 80 nəfər, qeyri-rəsmi rəqəmlərə görə isə 160 nəfər uşaq həyatını itirdi. Yüzlərlə uşaq demək yaralandı. Görürsünüz? Bu da Amerikan demokratiyası. Və mən baxıram, nəinki İranlılar, istər İranda yaşayan İranlılar olsun, istər Avropa, Amerikada, dünyanın dörd bir yanında yaşayan İranlılar olsun, Xamneyinin, bilirsiniz ki, Xamneyinin ölümü təsdiqləndi artıq və Xamneyinin ölümünə sevinənlər var. Və bundan başqa Azərbaycanda da Xamneyinin ölümünə sevinənlər var. Sanki o Xamneyi idi ki, 2-ci Qarabağ Savaşında sənin qardaş dediyin Türkiyə Xocaldakı o meyitləri çıxartmağa 6 dənə helikopter göndərmədi. Amma Xamneyi həmin o Xocaldakı o meyitləri çıxartmağa helikopter göndərdi. Ərzaq yardımı göndərdi ki, birinci Qarabağ Savaşında. Həmin o Xamneyidir. Videolarında da var. Hər zaman deyir, mən türkəm, türkçülüyü dəstəkləyir, Azərbaycanlıları sevirdi o. Amma bu gün ona, nə bilim, şeytan deyirlər bəziləri. Əsl şeytanı siz görəcəksiniz. O, Xomneyin ölməyinə, İranın bombalanmasına, İrandakı uşaqların ölümünə sevinən o başıboş, namussuz şərəfsizlərə demək istəyirəm. Amerika və İsrail indiyənə qədər hansı ölkəyə ayaq basıbsa, o ölkədə heç vaxt sülh, əmənamanlıq, xeyir, bərəkət olmayıb. Bunun 100% bilin. Bir keçmişə baxın, keçmişə qaydın. Görün, bu zamana qədər İraqa, Suriyə, hansı ölkələr ayağını, demokratiya adından ayağını bastı Amerika, hansı ölkədə bu günə qədər orada insanlar yaxşı yaşayır. O başıboşlar İranlılar var, bəziləri sevinirlər, atlanıb düşürlər ki, İran deyir, Xomneyini öldürdülər. Ay bədbaxtlar! Heç bilirsinizmi Xomneyini niyə öldürdülər? Xomneyi bu dünyada tək-tük liderlərdən idi ki, sənin o Amerikana, İsrailinə boyun əymirdi. Onların köləliyini qəbul eləmirdi. Başa düşürsən? Siyonizmin köpəyi deyildi ona görə. Bəzi o Erdoğan kimlər və s. o İngiltərə baş naziri, Almaniya baş naziri, hamısı onlar İsrailin köpəkləri. Görün, sıracı çıxan kimi çıxıb bəyanat yaydılar ki, biz deyir, İsraili dəstəkləyirik. Çünki hamısı İsrailin köpəkləri də, Amerikan köpəkləri də olar. Amma Xomneyi canı adam idi ki, ona görə onu yıxdılar. Və ikinci ən böyük səbəb o idi ki, ay o sevinən İranlılar, gözləyin görəcəksiniz. Öz köpəyi Xomneyini devirib, öz köpəyə pəhləvini gətirmək. Və İran bilirsiniz ki, dünyada təbii sərvətlərinə görə dünyanın ilk 5 ölkəsinə daxil olubdur o siyahıya. İranın nefti, qazı dünyada tayı bərabər yoxdur. Qızılı, digər təbii sərvətləri. Və Amerikanın, İsrailin ən böyük hədəfi həmin bu təbii sərvətlərə çökmək idi. Pəhləvini gətirib köləsi eləmək, hansı ki, bu günə qədər Amerikanın, İsrailin köləliyini qəbul eləmirdi. Və yeri gəlmişkən, siz Netanyahu'nun çıxışını izlədinizmi? Bilirsiniz nə dedi adam? Netanyahu çıxıb dedi ki, bütün İslam dövlətlərinə sıra gələcək. Bütün İslam dövlətlərinin hamısını işğal eləyəcək. Bu vəziyyətə qoyacaq. Bombalacaq, nəzarət bizim əlimizdə olacaq. Bütün təbii sərvətlərində verəcək Amerikan şeyinə. Ay, sevinirlər. Yaxın günlərdə bu da olacaq, yavaş-yavaş. Öncə Türkiyə, İsrailin növbəti hədəfi bu dəqiqə Türkiyəni ələ keçirmək. Hansı ki,
O deyirlər, İsrail deyir ki, bu torpaqlar bizə 3000 il əvvəl, nə bilim 3 milyon il əvvəl qalıbdır. O Türkiyə, Fələstin, Qəzzanı elə keçirlər, indi keçirlər, İranı şeylədilər. Daha sonra Türkiyə, daha sonra Azərbaycan, bütün yaxın şərq hamısı İsrailin ələ keçirəcəyi torpaqlar olacaq. Ay bədbaxt, nəyə sevinirsən sən? Şeytan Amerika, dünyanın, insanlığın düşməni Amerika gəlib məktəb bombalayır, uşaqları bombalayır. Ona mı sevinirsən? Ay İranlı, ay bədbaxt İranlı, nəyə sevinirsən sən? Elə bilsən səni yaxşı günlər gözləyir. Amerika gələcək ora, Pəhləvini gətirəcək. Pəhləvi dəfələrlə görməmişsin şəkillərini deyib o daşa başın belə eləyir. O sionistlərin daşına. Dəfələrlə çıxışında deyib ki, deyir mənim ilk işim İsraillə dost qardaş olmaq. Yəni ki, ölkəmi verəcəm, İsrailin qucağına qoyacam. Nəyə sevinirsiniz ay bədbaxtlar? O sevinən İranlılar, hətta Azərbaycanda yaşayanlar, nəyə sevinirsiniz siz? Yaxşı şeylər gözləyir İranı. Sabah bunun Azərbaycana da təsiri olacaq. Yenə deyirəm, bugün İran, sabah Türkiyə, bir gün Azərbaycanı gəlib işğal edib, öz əsarətinə eləyəcək, alacaq, öz tabeliyinə keçirəcək Azərbaycanı da. Başa düşmürsünüzmü ki, bugün dünyada bu proseslər hamısı nə üçündür? Azərbaycanın nefti, qazı var, onu da ələ keçirəcək. Narahat olmayın. Zaten belə baxanda onsuz İlhamın tasını verir, İlham onların tasını verir. Söhbət bundan getmir. Söhbət rəsmi olaraq həmin o Azərbaycan torpaqlarını da İsrailin ərazisinə birləşdirəcəklər. Mən başa düşmürəm bu sevinən insanları. Vallah deyirəm, billah deyirəm, bu günə qədər Amerikanın, İsrailin ayaq bastığı yerlərdə heç vaxt sülh, əmin-amanlıq olmayıbdır. Xeyir, bərəkət gəlməyib, ay bədbaxtlar. Ay bədbaxtlar. Vaxt gələcək, zaman gələcək. Xomneyini əlinizdə çıraqdan axtarasınız ki, kaş Xomneyi olardı bizim başımızda. Ay bədbaxtlar, ay bədbaxtlar. Hə.